Salam əziz izləyicilər, xoş gördük sizləri kanalımda. Abunə olub, like atıb, yorum yazmağı unutmayın ki, belə videoların ardı gəlsin. Deməli, bunlar Temudan 2 dəfə vurduğum sifarişlərdir. Bu stikerləridir. Uşaqlar istəmişdilər, amma əslində bunların ölçüləri böyük görünürdü. Balaca gəldilər, 52 qədər gəldilər. Uşaqların 52 qədər, mənim 52 böyük oldu onlar üçün. Bunlar isə hazır dırnaqları yapışdırmaq üçün, belə deyək, skoçlar deyək, yapışqanlar deyək, nə deyək buna. Bunlardan da vurmuşdum. Sonra mən bunlardan çox axtarırdım. Hər dəfə bu qaş sırğalar taxdıqca arxa dəmirləri qulağımın arxa hissəsini incidirdi, batırdır, uzun olur arxa dəmirləri. Onlar üçün silikonlar sifariş elədim. Qulaq arxasına, sırğanın qulaq arxa hissəsinə taxmaq üçün 120-də yoxsa ya 240 ədədlikdir. Ucuz idi, endirimdə idi, lap endirimə düşdü. Sonra şəkildə əslində bu sırğa iri sırğa idi. İri görünürdür, amma çox balaca gəlmişdir. Bunlar da yəni gördüyümüz kimi çox balacadır. Heç ürəyimcə olmadı açığı. Mən əslində biraz böyük xoşlayırdım. Yəni şəkildə də böyük görünürdü qulaqda. Nəysə, taxaraq görək necə olur. İnşallah xeyirlərə işlədək. Qızım burada çalışır ki, bunu düzəltsin, qoşsun, sizə göstərməyə imkanı yaradır. O da tam istədiyi kimi alınmadı. Çünki qulaqda durduğu qədər əldə o görünüşü vermək mümkün deyil. Bu, deməli, mən 3 dənə açki zakaz eləmişdim. İkisi bir yerdə idi. Bu da tək idi. Güneş açkisidir təbii ki. Bu da belə deyim, biraz yaxşı idi, amma tam ürəyimizcə olmadı. Amma qiyməti münasib idi. Yəni növbənöv aksesuar tipli taxmaq və günəşə indi baxmamışıq. Havalar sərin keçir bu aralar. Günəş çıxsın, inşallah baxarıq görək günəşdən qorunması necədir. Və bu da ikisi bir yerdə satılırdır. Sifariş elədik. Xoşumuza gəldi açığı. Qəşəngdir. Üzdə də görünüşü istifadə edərkən çox qəşəng görünür. Və bu ən önəmli mənim üçün olan sifarişim idi. Bunu çox gözləyirdim. Qızım burada çalışır ki, bunu idarə eləməyi bacarsın. Və nəhayət halında qızım da hardasa uzunluğu, dəmirinin uzunluğu, orta uzunluğu 68 santimetrlik idi. Telefonda, iPhone belə, yəni saxlayır. İdarəsi də çox gözəl, möhtəşəmdir. Bluetoothla işləyirdi. Qızım orada çıxartmadı. Bluetooth knopkası da var idi. Bu isə nauşnikdir. Nauşniki düzü açıb qoşmadım. Çünki zaryatkası yox idi. O zaryatka yığmalı idi. Yəni qulaqcıq, belə deyim. Abunə olub, like atıb, yorum yazmağı unutmayın əziz izləyicilərim. Və nəhayət çantamız açıldı. Çantam biraz böyük təsvir eləyirdim, amma balaca gəldi. Bu da qəşəngdir, içi rahatdır. Yəni lazım olan əşyaları uşaq üçün qoymaq mümkündür, rahatdır. Xoşumuza gəldi, rəngi də olduğu kimi gəlib, qəşəngdir. Sonra bu qızım paltarı hissəyə böldük. Birinci qayışını açdı. Kostyumu götürmüşdük. Üçlü dəst. Onu da yeni çəkib göstərəcəm sizə.
görək inşallah qızım açsın və nəhayət gəldi. Deməli bu yubka jileti, pencək tipli jileti idi və koftiçkası var idi. Çox gözəldir, rəngi möhtəşəmdir, bayılmışdım yəni rənginə. Düzdür, verdiyim razmerdən biraz böyük gəldi, amma yəni dəyər, qəşəngdir. Yəni ürəyimcə oldu tam. Qızım çalışır ki, kostyum halına gətirsin və çəkiliş edək və nəhayət alındı bu kostyumumuz. Gələn videolarda görüşənə qədər hələlik.